Salam, deməli Güvən 2024 test toplusundan azot və birləşmələri bölməsindən 26.1 azotun aid suallara baxacağıq. Birinci sualla başlayaq. Hansı bəsit maddə təbiətdə sərbəst şəkildə tapılır? Molekulunda pi rabitəsi var və adi şəraitdə passivdir. Ümumiyyətlə sərbəst şəkildə tapıla bilən qeyri-metallardan söhbət gedir. Bunlar Jones elementləridir. Karbon, oksigen, azot və kükürt. Ona görə bu variantlar avtomatik olaraq gedir. Və qalır deməli kükürtlə azot və indi bu birinci bənd hər ikisini ödəyir. Molekulunda pi rabitə var. Kristallik kükürtdə pi rabitəsi yoxdur. Yəni 8 bucaqlı və hamısı da tək-qat rabitədir. Ona görə uyğun cavab ilə A variantıdır. İkinci sualda azotun birləşmələrində göstərdiyi maksimum valentliyi göstərin. Maksimum valentliyi 4 olacaq, uyğun cavab Y. Hansı reaksiya adi şəraitdə gedir? Azot litiumla yalnız adi şəraitdə gedir, digərlərinin isə qızdırılma və müəyyən bir şərait lazımdır. Katalizator və yaxud da ki təzyiq. Yəni yalnız 3, uyğun cavab C variantı. Hansı maddə azotla reaksiyaya daxil olur? Azotla reaksiya daxil olan bunlar üçün nə əsaslarla, nə turşularla, nə su ilə heç bir reaksiyası yoxdur. Ona görə də yalnızca oksigeni götürəcəyik. Hansı birləşmədə azot minimum oksidləşmə dərəcəsi göstərir? Azotun minimum göstərdiyi -3'dür. Bu da amonyakdadır. D variantı. 6-cı sualda azot müsbət 3 oksidləşmə dərəcəsi göstərdiyi birləşmələri müəyyənləşdirin. Məsələn, burada -2, müsbət 3'dür. Nitrat turşusunda müsbət 5'dir. Ona görə bu getdi. Sonra nitrit duzunda müsbət 3'dür. N2O3'də müsbət 3'dür və nitrit turşusunun özündə də müsbət 3'dür. Uyğun cavab C variantı. Hansı bəsit maddə sənayedə havadan alınır? Havadan alınanlar havanın tərkibində ən çox kimdir? Tutaq ki, azotdur. Düzdürmü? Bir də ondan sonra oksigen var havanın tərkibində. Yəni havadan alınanlar oksigenlə azotdur. Hidrogen havada yoxdur. 1, 3. Uyğun cavab olacaq B variantı. Azotun yalnız reduksiya edici olduğu birləşmələri. Yalnız reduksiya edici azot -3 oksidləşmə dərəcəsini göstərəndə olur. Məsələn, amonyakın tərkibində, amonyum duzlarında. Burada müsbət 4'dür, burada müsbət 5'dir. Deməli 2 ilə 3'ü yalnız götürə bilirik. Uyğun cavab D variantı. 9-cu sualda hansı halda azot iyonu həm oksidləşdirici, həm reduksiya edicidir? Maksimumunda yalnız oksidləşdirici, minimumunda yalnız reduksiya edicidir. Aralıq bütün qiymətlərdə həm oksidləşdiricidir, həm də reduksiya edicidir. Məsələn, burada ancaq oksidləşdiricidir. Reduksiya edici natriumdur. Ona görə birincini seçmirik. Sonra ikinciyə baxıram. NO2 deməli müsbət 4'dür. Həm oksidləşdirici, həm reduksiya edici ola bilər. Birində müsbət 5'ə gəlib artıb, yəni elektronlarını verib, digərində isə elektron alıb. Ona görə də 2'ni götürürük. Sonra HN3. Bu NH3 deyil, HN3 başqa bir birləşmədir. Deməli, bunda katalitik oksigenlə reaksiyasından N2O və su alınır. Baxıram ki, bu da oksidləşdirici budursa, bu da reduksiya edici olacaq. HN3 birləşməsində. Deməli, uyğun cavab yalnız 2 B variantı olmuş olur. Deməli, bu arada azit turşusu, yəni ki, HN3 şəklində yazılan çox qüvvətli turşudur, maye aqreqat haldadır, pis qoxuludur və havada özündən partlaya bilir. Yəni bu da keçilməyən, öyrənilməyən turşulardan biridir. Sadəcə formulda bəzi müəllimlər deyir ki, bunun yəqin ki formulu səhv yazılıb, amonyak olmalıdır. Yəni amonyak deyil, o azit turşusudur. Güclü turşudur yəni. Keçdik 10-cu suala. Azotun ən yüksək valentliyi və oksidləşmə dərəcəsini müəyyənləşdirin. Ən yüksək valentliyi 4, oksidləşmə dərəcəsi müsbət 5'dir. Uyğun cavab D variantı. 11-ci sualda ilkin qaz qarışığında azotun həcm payını müəyyənləşdirin. Ümumiyyətlə qaz qarışıqları arasındakı fərq həmişə amonyakın miqdarıdır. 50-dən 30'a 20 fərq var. Deməli, bu 20 mol amonyak alınıb deməkdir. 30'dan 20'si amonyakdırsa, onda azotdur. İndi reaksiyanı yazanda görürük ki, bunlar 1'in 3'ə nisbətində reaksiya daxil olur, 2 mol da amonyak alınır. Onda 20 amonyak alınması üçün 30 hidrogen, 10 da azot sərf olunub.
Azotdan hələ onu da artıq qalıb, onu sərf olunub, onu da artıq qalıb. Deməli, azot 20 imiş. Hidrogendən isə heç bir artıq qalmayıb, deməli elə 30 imiş. Onu da 50-nin tərkib hissələrində tapmış olduq. Və azotun həcm payını hesablasaq, fi azot üçün nə qədərdir? 20, ümumi də 50-dir. Vururam 100-ə, eləyir 40%. Uyğun cavab B variantı. 12-ci sualda maddələrdə azot atomunun oksidləşmə dərəcəsini müəyyənləşdirin. Amoniakda -3, amonium ionunda da -3, nitrat turşusunda da müsbət 5, -3, -3, müsbət 5, uyğun cavab B variantı. 13-cü sualda azot üçün doğru olan ifadələri müəyyənləşdirin. Təbiətdə sərbəst şəkildə yayılıb doğrudur havanın tərkibində. Kimyəvi cəhətdən çox passivdir. Molekulu polyardır. Ümumiyyətlə, çox atomlu bəsit maddələri biz qeyri-polyar molekul olaraq götürürük. Yəni, polyar deyil. Molekulunda 3 rabitə var. Molekulunda 3 rabitə var, bəli. Molekulunda 3 qat rabitə ilə birləşmiş olduğuna görə azot arasında doğrudur. Molekulu xətti quruluşludur, bu da doğrudur. Suda yaxşı həll olur. Suda ümumiyyətlə çox pis həll olur. 1 litrdə təxminən 15 milli qədər azot həll ola bilir. Deməli, burada da oldu 1, 4, 5 uyğun cavablar. Azot bölməsini bitirdik. 13 sualı idi. Keçdik azotun birləşmələrinə. Burada təxminən 50 sualdır. Deməli, birinci sualdan başlayırıq. Amoniak harda tətbiq olunur? Amoniak nitrat turşusu istehsalında, azotun alınmasında, karbamid istehsalında, qrupuzun alınmasında. Qrupuz nədir? Karbon qazdır. Karbon qazının alınmasında heç bir, belə deyək də, azotlu birləşmənin xüsusi bir rolu yoxdur. Bu getdi. Nitrat turşusu istehsalında istifadə olunur. Belə deyək də, nitrat turşusundan birbaşa olaraq oksidləşməsinə NO, NO2 falan gedir nitrat turşusuna qədər. Yəni, bu tətbiq olunan üsullardan biridir, tətbiq sahəsinə aiddir. Azotun alınmasında istifadə olunan metod deyil. Yəni ki, karbamid istehsalında, amma karbon qazı ilə reaksiyasında istifadə olunur. Deməli, 1-3 burada yalnız azotun tətbiq sahəsinə aiddir. Uyğun variant A variantı. İkinci sualda amoniakın katalitik oksidləşməsi reaksiyasında oksigen və suyun əmsal cəmini müəyyənləşdirin. Amoniakın katalitik oksidləşməsindən NO və su alınır. NO və su 4, 5 əmsal əzbərdən yazırıq. 4, burada yazıram 6. Deməli, katalitik oksidləşmədə oksigenin əmsalı 5, suyun əmsalı 6, cəmi 11 olacaq. B variantı. Keçdik, hansı reaksiyadan amoniak alınır? Deməli, amoniakın alınma reaksiyasına baxaq. NH4 xlorun üzərinə natrium hidroksid gəlirəm. Natrium xlor, NH4OH, o da zəif olduğuna görə amoniaka və suya parçalanır. Yəni, birincidən aldıq. Amonium nitrat. Amonium nitratdan N2O və su alınır. Burada amoniak yoxdur. Amonium duzlarının parçalanmasının hamısından almaq olar. Məsəl üçün, bax, buradan amonium ortofosfatdan amoniak və amonium hidroortofosfata parçalamaq olar. NH4 3 dəfə PO4-dür da. Deməli, amoniakın birini çıxsam, dihidro vəziyyətə və yaxud da ki, yenə çıxanda hidro vəziyyətə gətirmək olar. Ona görə də buradan da amoniak alınır. Amonium hidrokarbonatdan da yenə amoniak H2O, yəni buradan da amoniak alınmış olur. 1, 3, 4. Uyğun cavab B variantı. Hansı reaksiyalardan azot alınır? Kuprum oksidin amoniakla reaksiyasından buradan bəli azot, mis və su alınır. Yəni əsas alınma reaksiyalarından biridir. Amonium nitratdan N2O və su alınır. Buradan azot yoxdur. Amonium dixromatda da bəli sodium vulkan reaksiyasında azotun alınmasını görürük. Ona görə də uyğun cavab Y variantı. Keçdik. 5-ci sualda 3,8 qram azot oksidində 2,4 qram oksigen var. Hər hansı bir azotun oksigendir. Azot və oksigendən ibarətdir. Deməli, 2,4 qram ümumilikdə, deməli, 3,8-dir. 2,4-ü buradadırsa, yerdə də nə qədər qalır? 1,4. Ki, cəmi bizə 3,8 versin. İndi azotu 10 dəfə artırsam, azot 14 qram, yəni 1
azot atomu. Oksigen də olur 24 qram. Bu da eləyir 1,5. 1,5. Onda 2 dəfə də artırıb tam ədədə gətirsəm N2O3 vəziyyətinə çıxır. Uyğun cavab C variantı. 6-cı sualda deməli X-in üzərinə su gəlib nitrat turşusu, yəni ki burada anhidridi tapacağıq. N2O5 ola bilər. Sonra N2O5 ola bilər. Sonra su ilə reaksiyasına nitrit alınır. N2O3'dür. Və 2 cürə alınırsa bu da NO2'dir. Uyğun cavab C variantı. 7-ci sualda hansı reaksiyadan bəsit maddə alınır? Amonium xloriddən amoniakla H-xlordur. Burada bəsit yoxdur. Sonra amonium nitratın parçalanmasına N2O və sudur. Bəsit yoxdur. Natrium nitratdan oksigen bəsit maddəsi alınır. Oksigenin laboratoriyada alınması. Və nitrit duzundan da azot bəsit maddəsi alınır. Azotla su. Bu da götürürük. Ona görə 2-3 uyğun cavab C variantı. Azotun hansı oksidi mövcud deyil? NO3 deyə bir oksidi mövcud deyil. Bu mənfi yüklü iyondur. Uyğun cavab Y variantı. Hansı maddələr amoniakla reaksiya daxil olur? Amoniak əsasi xassəlidir və əsaslarla reaksiya daxil olmayacaq. Ona görə əsas olan variantların hamısını silirik. Turşularla reaksiya daxil olurmu? Bəli. Hidrogen də biz dedik ki, tərkibində hidrogen olan mürəkkəb birləşmələrlə reaksiya girmir. Ona görə bu da gedəndə uyğun cavab B variantı qalmış olur. 10-cu sualda hansı maddənin suda 10% məhluluna naşatır spirti deyilir? Bu NH4OH-ın 10% məhlulu naşatır spirti adlanır. Naşatırın özü isə duzdur. Yəni bu NH4 xlor naşatır. Amma naşatır spirti deyəndə NH4OH-dır. Bunu da yadda saxlayırıq. Uyğun cavab A. 11-də HX üzərinə amoniak gəldi. NH4X. Yəni məlum məsələdir ki, bu turşudur da. HX turşusu bir əsaslı turşudur. Və təzədən də parçalanır. Hansı ki, parçalananda başlanğıc maddələri əmələ gətirə bilib. Deməli, buradan amoniak və HX çıxıbsa, onda NH4 xlor. Çünki amonium nitrat və amonium nitrit parçalananda heç vaxt başlanğıc maddəni almır. Yəni onların parçalanmasına, məsələn bu nitrat duzunun parçalanmasına N2O və su alınır. Burada isə azot və su alınır. Yəni başlanğıc maddə deyil. Ona görə də H-xlor götürüləcək. Yalnız 2 B variantı. 12-ci sualda hansı ifadə amoniak qazı üçün doğrudur? Deməli, suda yaxşı həll olur, bu doğrudur. Havada yananda NO qazı əmələ gətirir. Amoniak havada yanmır. Oksigen mühitində yanır, laboratoriyada, amma havada yanmır. CO2 ilə karbamid əmələ gətirir, bu da doğrudur. Uyğun cavab Y variantı. 13-cü sualda hansı maddənin parçalanmasına amoniak alınır? Buradan alınmır, nitratdan, nitritdən alınmaz heç qəti. Amonium hidrokarbonatdan alınır. Amoniak, H2O və CO2. Burada da azot alınır, karbamiddə də yoxdur belə bir. Uyğun cavab C variantı. Keçdik 14-cü suala. Hansı sxemdə X və Y eyni maddələr ola bilər? Yenə dediyimiz kimi, burada NH4 xlorun parçalanmasına amoniak H-xlor alınır. Yəni, eyni maddə ola bilər X ilə Y. Birincini götürürəm. İkinciyə baxıram, amonium nitrat, amonium nitrit. Bunların heç biri əvvəldə bizə məsələn nitrat turşusunu ya da nitrit turşusunu vermir. Buradan N2O, su, buradan da azot və su. Yəni azotlu birləşmədən söhbət gedirsə, heç biri əvvəlki birləşmə deyil. Ona görə yalnız bir. Uyğun cavab A variantı. 15-ci sualda kuprum oksidin Y maddəsi müəyyən ilə. Kuprum oksidin reaksiyasında kuprum, azot və su görürük. Digərində də karbamid və su. Deməli, bu amoniak maddəsidir. Amoniakın reaksiyasıdır. Burada da amoniakın karbon qazı ilə reaksiyasını görürük. Deməli, Y maddəsi bizdə olacaq. Karbon qazı C variantı. Keçdik 16-cı suala. Azot oksidi və azotun kütlə payı getdikcə artır. Bunu rahat həll etmək üçün azotların sayını bərabərləşdirin. Azotun sayını bərabərləşdirəndə, yəni azotun kütlə payı, belə deyək də, azotun kütləsini eyniləşdirilmiş oluruq və hansının məxrəci
emeri ümumilikdə daha böyük olacaqsa, deməli ki, orada kütləsi daha böyük olanın kütlə payı azalmış olur. Yəni, ümumi məxrəc böyüdükcə kütlə payı azalır. Məsəl üçün, tutaq ki, A variantına baxıram. NO2-dir, N2O-dur, NO-dur. İndi ən çox burada 2 dənə azot olandır da, düzdürmü? Hamısını 2 azota gətirsəm, N2O2, N2O4. İndi N2-lər fərq yoxdur da, hamısında eynidir. Ona görə oksigen sayı harada çoxdursa, deməli orada kütlə payı azdır. Azdır, artdı, sonra təzədən azaldı. Deməli ki, bu qanuna uyğunluğu ödəmir. Bizə lazımdır ki, məsələn, 4-dən 2, 2-dən 1-ə düşmüş olsun. İndi məsəl üçün, baxaq, C variantı bunun ardıcıllığı ödəyir. Necə ödəyir? Azotların sayını bərabərləşdirəndə N2O2, burada da 2 dəfə artırıram, N2O4. Azotlar zaten fərq vermir, amma oksigenin sayı getdikcə azalır və kütlə payı da artır. Ona görə də elə uyğun cavab burada C variantı olacaq. Yəni, məsəl üçün deyirəm, birini yoxlayaq. Tutaq ki, N2O4 yazmışam. Bura N2O2, bu da N2O. İndi tutaq ki, azotun kütlə payını tapmaq istəyirəm. Hamısında 28 qram azotdur. Amma aşağıda 28 + 64, bu birinci üçün. Omega 2 yenə 28 bölünsün 28 + 32. Omega 3-də isə 28-i bölürüm 28 + 16. Görürsünüz, məxrəc burada daha böyükdür, kütlə payı azdır. Getdikcə məxrəc kiçilir, kütlə payı da artmış olur. Bu şəkildə də rahat hesablayırsınız, bir-bir yazmağa, yəni ehtiyac qalmır. 7-ci sualda deyir ki, maddəmiz X və Y-dir və X amonyakla reaksiya daxil olur, NO2 ilə yox. Demək, su ola bilməz, çünki su NO2 ilə də reaksiya daxil olur. Bu variantlar getdi. Digər üçü ola bilər. Sonra Y maddəsinə baxırıq. Deyir, Y amonyakla reaksiya girməsin. Amonyakla reaksiya girməsin. Məsələn, su amonyakla reaksiya girdə NH4OH əmələ gətirir. Ona su olan variantları gedirəm. Uyğun cavab ilə C qalır. Kalium hidroksiddə NO2 ilə reaksiya gedir. Ona görə elə uyğun cavab C variantı. 18-ci sualda deməli azotun oksidlərini verilib. Su ilə reaksiya məhsul nə nitrit turşusu, nə də nitrat turşusu əmələ gətirmirsə, deməli ki, bu duz əmələ gətirməyən oksidlərdəndir. N2O, NO ola bilər. Yəni C və D variantları ola bilər. Sonra baxıram ki, Y su ilə, daha doğrusu su ilə məhsulu nitrit turşusu yox, nitrat turşusu verir. Deməli N2O5-dir. Digəri isə hər ikisini verir. Onda bu da NO2-dir. Deməli uyğun cavab ilə C variantı olacaq. Keçdik 19-cu sualda. Deməli, hansı reaksiyada X azot dioksiddir? Azot monoksid, NO, azot dioksid. Burada məsələn azot monoksid alınır. Bizə lazımdır azot dioksid, yəni NO2. NH4OH-dan amonyak alınır, X maddəsi. Sonra NH4NO3-dən N2O alınır, diazot monoksid. Natrium nitratdan oksigen qazıdır. Bunun ümumiyyətlə əlaqəsi yoxdur. Kükürdün qatı nitrat turşusu ilə isə NO2-dir. Deməli bizə Y variantı lazım olacaq. 20-ci sualda hansı halda birləşmə reaksiyası baş verir? NO2 su ilə reaksiyası birləşmə deyil. Nə isti, nə soyuq, heç birində götürülmür. Amma oksigen su buradan 4 mol nitrat turşusu alınır. Uyğun cavab C variantı. Hansı azot oksidi qaz aqreqat halındadır? Turşu oksidi deyil və misin qatı nitrat turşusunun reaksiyasından alınır. Misin qatı nitrat turşusunun reaksiyasından NO2 qazı alınır. 21-də misin qatı bir dəqiqə, misin qatı yazmayıb, misin nitrat turşusunun reaksiyasından alınır. Deməli, qaz aqreqat halındadır. Okey, bunları çıxırıq. Turşu oksidi deyil, turşu oksidi deyil deyir. Deməli, NO2-ni də çıxırıq və misin nitrat turşusunun reaksiyasına durudan NO, qatıdan NO2 alındığına görə B variantını götürəcək. Biraz diqqətli oxumamışdım. Deməli, 22-ci sualda hansı reaksiyadan bəsit maddə alınır? Alınmır. Daha doğrusu, bəsit maddə alınmır. Kumun amonyakla reaksiyasından azot bəsit maddəsi, mis bəsit maddəsi alınır. Bunu götürməyəcək. Buradan azot alınır.
götürmürük. Oksigenin bərpa reaksiyasında bəsit oksigen alınır, olmaz. Kalium nitratda oksigen alınır, olmaz. Burada N2O və su alınır, bəsit maddə yoxdur. Ona görə C variantı. Növbəti 23-cü sualda deyir, hansı reaksiyadan iki müxtəlif bəsit maddə alınır? Deməli, amonyakın oksigenlə reaksiyasından temperatur işarətlidir. Azotdur, bəsit maddə kimi. Kuprum nitratda bir dənə oksigendir parçalanmasında. Ferium CO4-də dəmir də var, azot da var, su da var. Yəni, iki dənə bəsit maddə alınır. Ona görə də elə uyğun cavab C variantı olacaq. Hansı reaksiyadan X amonyak deyil? Hansı reaksiyada X amonyak deyil? Deməli, burada amonyakdır. H xlorla birləşmə reaksiyasına girir. Azotla hidrogendən amonyak alınır. Bu da doğrudur. Sonra kalium nitrit. Nitritin NH4 xlorla deməli NH4 xlor. Buradan alındı kalium, xlor, su, bir də buradan azotun alınması reaksiyasıdır. Deməli, buradan bəsit maddə olaraqdan da azot alınır. Yəni, X amonyak olmadı. Digərlərinə baxaq, karbamidin reaksiyasında amonyakdır. Amonium karbonatda da burada amonyak karbon qazı sudur. Deməli, C variantı 24-cü sualda. Növbəti 25-ci sualda hansı reaksiyalardan eyni azot oksidi alınır? Azotla oksigen reaksiyasından məsələn NO alınır. Amonyakın katalitik oksidləşməsindən yenə də NO alınır. Burada da iki variantlı olduğuna görə məlum məsələdir ki, A variantıdır. Digərlərinə baxaq. NH-O3 HNO3-də, yəni yerlər dəyişik düşür yəqin ki, nitrat turşusunun parçalanmasından su, oksigen, NO2 ayrıla bilər və ya N2O5 də alına bilər, amma NO alınmaz. Buradan isə N2O alınır amonium nitratın parçalanmasından. Yəni uyğun cavab A variantı götürüləcək. 26-cı sualda amonyakın katalitik oksidləşməsindən NO, amonium nitratdan N2O, amonium nitritdən isə azot. Deməli, X-lit maddələrini azotun oksidləşmə dərəcəsinin artma ardıcıllığı ilə düzün. Burada müsbət 2-dir, burada müsbət 1-dir, burada 0-dır. Artma ardıcıllığı deyirsə, aşağıdan yuxarıya doğru düzəcək. ZYX. ZYX uyğun cavab B variantı. 27-ci sualda, deməli 2 mol amonyakın katalitik oksidləşməsində nə qədər oksigen lazımdır? Katalitik oksidləşməsində 4 mol amonyaka 5 mol da oksigen lazımdır. 2 moluna da onda 2,5 mol, yəni 56 litr. Uyğun cavab A variantı. 28-ci sualda amonium hidrokarbonat parçalanır amonyaka, karbon qazına və suya. X maddəsi amonyak. Həmin amonyakın katalitik oksidləşməsinin NO və su. 4 mol amonyakdır, 5 mol oksigendir, 4 mol NO, 6 mol da su olacaq. A, B, C uyğun olaraq 5, 4, 6 uyğun cavab A variantı. Sonra 29-cu sualda, deməli, amonyakın sülfat turşusu ilə 2 mol amonyakdırsa, buradan normal duz alınacaq. NH4 2 dəfə SO4. Deyir, hansı halda normal alınır? Biri götürürük. Sonra amonyak nitrat turşusuna 1-in 1-ə nisbətindədir. NH4, NO3 yenə normal doz alınır. 2-ni də götürürük. Amonyakın orta fosfatla 1 mol yazdığına görə, deməli 3 mol olsaydı olardı. Amma 1 mol yazdığına görə H2PO4, yəni maksimum turş dozu alınmış olur. Deməli 3-ü götürmürük. Uyğun cavab C variantı. Amonyak üçün hansı ifadələr doğrudur? Temperatur artanda suda həll olma əmsalı artır. Amonyak qazdır və qazların həll olması temperaturdan tərs asılıdır. Ona görə temperatur artdıqca onun həll olması azalır. Əksinə olaraq 1 yanlışdır. Ona görə 1 olan variantlar da getdi. Suda məhlul lakmusu qızarır. Lakmusu niyə qızarsın? Amonyak əsas xassədir. Lakmus göyərməlidir. Bu da yanlışdır. Artıq cavab çıxdı. Suda məhlul tibbdə istifadə olunur, bəli, naşatır spirti kimi. Suda məhlullu elektrik cəryanını keçirdir, bəli, ionlarına dissosiasiya etdiyinə görə keçirmiş olur. Deməli, 3 ilə 4 də doğru variantdır. 2 mol amonyakın tam yanmasına nə qədər oksigen sərf olunur? Tam yanma deyəndə
NH3-ün oksigenlə reaksiyasına azotun alınmasıdır. Çünki katalitik oksidləşəndə NO tam yanında azot alınır. 4 olsa, bura 2 olsa, burada 6 olsa, onda oksigende 3 yazıram. Deməli 2 moluna da 1,5 olacaq. 4-ə 3-dürsə, 2-yə də 1,5. Bu da 33,6 litr edir. Uyğun cavab B variantı. 32-ci sualda amonyakın oksigenlə reaksiyası. Görürük ki, temperaturda yanmadır. Azotla su alınacaq. Katalitik oksidləşməsindən isə deməli NO ilə su. Onda bu NO olacaq Z maddəsi. Su da X-dir. Deməli burada yerlər dəyişik göstərilir. Cavab elə. Deməli X maddəmiz su, Y maddəmiz azot, Z maddəmiz də NO. Bu şəkildə X, Y, Z. Su, azot, NO. Su, azot, NO. Uyğun cavab Y variantı. 33-cü sualda deməli reaksiyaları verir və deyir reaksiyalardan əmələ gələn duzları müəyyənləşdirin. NO2-nin 2 cürə duz əmələ gətirir. Həm nitrat, həm nitrit duzu. Kalium NO2, kalium NO3. Deməli, biri hər ikisinə aid edəcəm. Ona görə bu variant getdi, bu variant getdi, bu da getdi. Bir hər ikisində olmalıdır. Burada da görürük ki, hər ikisində var. Sonra N2O3-dən oksidaşma dərəcəsinə görə buradan kalium NO2 alınır. Buradakı N2O5-dən də kalium NO3 alınacaq duz olaraq. Deməli, nitritə 2, nitrata da 3 qoyduq. Uyğun cavab 33-də A. 34-cü sualda gedək. Hansı reaksiyalardan eyni məhsullar alınır? Nitratdan N2O və su, amonyakın oksigenlə yanmasından azot və su, oksigende katalitik olaraq oksidləşməsindən NO və su, nitrat turşusunun parçalanmasından NO2, oksigen və su, nitrit parçalanmasından da azotla su. Deməli, indi suları yazmadım da o birisilərdə. Eyni olan azot, məsələn, 3 ilə 4 eynidir. Uyğun cavab 34-də C variantı. 35-ci sualda qarşılığımız kalium nitratla amonium nitratdır və maddələri bir-birindən ayıran maddə. Bir-birindən ayıran burada qələvi olacaq. Çünki amonium nitrat qələvi ilə reaksiya daxil olanda təbii ki, çöküntü halında əsaslarına reaksiya girməyəcək. Duz və duz reaksiyasında, məsələn, klorid turşusu nitrata çöküntü alınsa çıxardır. Burada çöküntü alınmır. Bu da olmayacaq. Argentinlə nitrat nitratla təzədən niyə reaksiya girsin? Yəni, bu da olmaz. Kuprum kloridlə reaksiyada da duz və duz reaksiyasında əgər çöküntü alınırsa reaksiya gedir. Reaksiya burada da getmir. Amma kalium hidroksidlə gedir. Qələvlərlə reaksiyada yuxarıda belə deyək də heç bir reaksiya yoxdur. Yəni burada reaksiya verməyəcək. Amma kalium hidroksidlə NH4OH verir. Buradan NH4OH daha doğrusu əmələ gəlir ki, bu da amonyaka və suya parçalanır. Yəni reaksiya axıra qədər getmiş sayılır. Bu da kalium nitrat da öz yerində. Ona görə bu şəkildə kəskin iyili amonyak qazının ayrılmasından iyindən hiss olunur ki, burada amonium nitrat var və bir-birindən buna görə fərqlənir. A variantı. Keçdik 36-cı sualda X maddəsi yalnız reduksiya edicidir. Qatı sülfat turşusunu qurutmaq olmur, yəni sülfatla reaksiya girir. Sülfatla burada reaksiya girən zaten bir dənə A variantıdır. Yalnız reduksiya edicidir, mənfi oksidləşmə dərəcəsində, bəli. Oksigenlə reaksiya daxil olur, bəli. Yəni hamısına aid olan elə A variantı amonyakdır. 37-ci sualda. Amonyak da azotla hidrogendir, reaksiya daxil olublar. Qatı sülfat turşusu məhlulundan keçəndə amonyak ilişir qalır burada. NH4 SO4 çevrilir. Azotla hidrogen isə reaksiya daxil olmadan gəldikləri kimi gedirlər. Azotla hidrogen. Deyir, hansı qaz və ya qazlar qabı tərk edir? Azotla hidrogen qabı tərk edir. C variantı. Keçdik burada X və Y maddələri üçün doğru ifadələri müəyyənləşdirin. Metanın konversiyası reaksiyasında karbon və hidrogen, daha doğrusu CO və hidrogen alınır.
yəni su qazının alınması, sintez qazının alınması, amoniakın katalitik oksidləşməsindən buradan bu niyə hidrogen yazıb? NO və sudur. Burada NH-ın katalitik oksidləşməsi NO və su olmalıdır. Yəqin qarşılıqlı olub, nəsə yaddan çıxıb. XY maddələri biri CO-dur, biri NO-dur. Doğru ifadələri deyil müəyyənləşdirin. X və Y qarışığından, yəni sıxlığı deyir, havanın sıxlığına bərabər olan qaz qaşığı hazırlamaq olar. Deməli, bu 28-dir, bu da 30-dur. Bunların qarşılığından 29 hazırlamaq olar. Bəli, bu doğrudur. Hər ikisinin oksigenlə reaksiyası eksotermikdir. Birləşmə reaksiyasıdır. NO-nun da oksidləşməsi, CO-nun da. Yəni, bu da doğrudur. Sıxlıqları bərabərdir. Xeyr, eyni şəraitdə bunların sıxlığı bərabər deyil. Eyni şərait düzdür, verməlidir. Amma müxtəlif maddələr olduğuna görə, emirlər də müxtəlif olduğuna görə sıxlıqlar da eyni şəraitdə müxtəlif olacaq. Ona görə 1, 2 uyğun cavab D variantı. 39-cu sualda 170 qram H-xlor məhlulu üzərindən amoniak qazı keçirilib. H-xlor bilirik ki, amoniakla birləşmə reaksiyası üzrə NH4 xlor əmələ gətirir. 170 qram təxminən neçə mol edir? Deyir, məhlulun kütləsi 20% artıb. Yəni, H-xlor məhluludur, 170 qram ümumi məhluldur. İçərisində nə qədər H-xlor var bilmirik. Amma amoniak qazı keçəndə 20% artıb, 170-in 20% qədər amoniak birləşib. Bölürəm 100-ə. Deməli, buradan sıfırlar getdi, 34 qram. Yəni, 2 mol amoniak birləşib. 2 mol amoniak birləşibsə, reaksiya daxil olan amoniakın mol miqdarı ilə 2 mol olaraq götürürük. Uyğun cavab Y variantı. Keçdik 40-cı sualda, biraz kiçildək sualımızı. Amoniakın Fe23O4 ilə reaksiyasından dəmir, azot və su, belə yazaq, dəmir, azot, bir də su. Sonra amoniakın oksigenlə reaksiyasından temperatur şəraitində azot və su, CO2 ilə reaksiyasından karbamid və su. Reaksiyadan alınan maddələr bəsit mürəkkəb olaraqdan. Deməli, birinci reaksiya üzrə 2 bəsit, 1 mürəkkəb. Həm bəsit var, həm mürəkkəb var. Ona görə birinci reaksiya, görək hansı reaksiya alınan maddələr doğru göstərilib. Deyir, mürəkkəb yoxdur, su mürəkkəbdir də. Deməli, bu yanlışdır. İkinciyə baxırıq, azot və su. Həm bəsit var, həm mürəkkəb var. Doğrudur. Sonra digərində də ikisi də mürəkkəbdir, bəsit yoxdur. Amma burada yazıb ki, mürəkkəb var, bəsit yoxdur. Düz yazıb bunu. Deməli, 3-cü variantda doğrudur. Onda 2 ilə 3 Y variantı 40-cı sualda. 41-ci sualda, deməli, saf oksigində yanmasından alınan məhsulların ümumi kütləsi. Saf oksigində yanmasından alınır azot, bir də su və bizə deyir ki, bunların kütləsi A qramdır. Oksigenlə katalitik oksidləşməsindən alınan məhsullar NO, bir də su. Deməli, 16 qram deyir, artıqlıq var. İndi reaksiyanı yazıb birinci əmsallaşdıraq biz. Ola bilər ki, əmsallaşmada fərqli bir mənzərə çıxar qabağımıza. Hər ehtimalı reaksiyaları yazaq və əmsallaşdıraq. Deməli, amoniak üzərinə gəldim oksigen. Bu yanma reaksiyasından azot və su alındı. Bura 4 yazıram, bura 2 yazaq, bura 6 yazaq, onda oksigende olur 3. Sonra amoniakın katalitik oksidləşmə reaksiyasından 5 mol oksigenlə 4 mol NO və 3 mol da su alınmış olur. 12, daha doğrusu 6 mol. 6 mol da su alınmış olur. İndi su, baxırıq ki, reaksiya daxil amoniakın həcmini müəyyənləşdirin. Baxırıq su eynidir. Azotlar 4-4-dür. Bir dənə oksigenə görədir də fərq. Deməli, reaksiyadakı əmsallara görə 64 qram fərq var. 4 oksigen atomu qədər. Amma bizə deyir ki, burada 16 qram fərq olsun. Yəni 4 dəfə az götürülsün. Onda baxıram ki, 4, 4. 8 mol hər iki reaksiya üçün.
Yəni ümumilikdə 4 molda deyək. Amonyak yandırılmasa, hər bir reaksiya üçün ayrı-ayrılıqda 4 mol amonyak yandırılsa, fərq 64 qramdır. 16 qram fərq olması üçün nə qədər amonyak yandırmalıyam? X də bərabər olur 1 mola. Yəni 22,4 litr. 41-ci sualda. Keçdik növbəti suala. Normal şəraitdə 44,8 litr NO və 3 molda oksigenimiz var. Qapalı qabda tam qarşılıqlı təsirindən sonra qabda olan ümumi molekulların sayını hesablayın. NO və oksigen, deməli reaksiyanı yazaq. NO plus oksigen alındı NO2, reaksiyanı əmsallaşdırıram. Və 44,8 litr, yəni 2 mol NO-muz var, 3 molda oksigen. Oksigen təbii ki, reaksiya əmsallarına baxıram ki, artıqdır. 2 mol NO tam reaksiya daxil olsa, heç nə qalmasa, oksigenden 1 molu gedir, 2 mol da artıq qalır. Artıq. Amma NO-dan heç nə qalmır. Və deyir ki, qabda tam qarşı təsirindən sonra qabda olan ümumi molekullarını sayın. Bu zamanda nə qədər NO2 əmələ gəlir? 2 molda elə NO2 əmələ gəldi. 2 mol NO sərf olanda 2 molda NO2 əmələ gəlmiş olur. Qabda olanlar budur. Axırda oksigenden artıq qalan və NO2-dən alınan 4 mol və yaxud da ki 4 Na sayda ümumi molekul qalmış olur. 42-də A variantı. 43-cü sualda hansı qazları ağzı aşağı çevrilmiş sınaq şüşəsində toplamaq olar? Ağzı aşağı deyəndə belə bir qab təsəvvür edin. Deməli, havadan yüngül olmalıdır ki, bunlar yuxarı qalxanda toplansınlar. Ona görə də havadan yüngül qazları sınaq şüşəsində toplamaq olar. Məsələn, havadan yüngül hansıdır? H fluor da ki 19, 20-dir. NO2 46-dır deyəsən. Azot hidrogen 2-dir, bu 44-dür, bu da 17-dir. Deməli, suyu sıxışdırmaq demək ki, suda həll olmasına baxmırıq. Sadəcə havadan yüngül olanları götürəcəyik. 1, 3, 5. 43-cü sualda. 44-də deməli, hansı qazları sudan keçirməklə toplamaq olmaz? Sudan keçirməklə su ilə reaksiya girənləri toplamaq olmaz. Məsələn, bunu toplaya bilmərəm, reaksiya gedir. Bunu toplaya bilmərəm, reaksiya gedir. H fluor sudan keçirməklə toplaya bilmərəm, reaksiya gedir. Amma bunlar su ilə reaksiya girmədiyinə görə deməli, toplamaq olur. Keçdik növbəti 45-ci sualda. 56 litr normal şəraitdə, yəni 2,5 mol ümumi azot hidrogen qarışığıdır. Buradan 1 qram, yəni 0,5 mol hidrogen artıq qalıb. 0,5 molu artıq qalıb, onda 2,5-dən 0,5-ini çıxıram, 2 molu da reaksiya daxil olub. Bunlar X və 3X şəklində reaksiya daxil olurlar. Deməli, cəmi 4X maddə. 4X də 2 moldursa, X bərabər olacaq 0,5-ə. Onda azot 0,5 sərf olunub. Bax, sərf yazıram. Hidrogen isə 3 vurulsun 0,5, yəni 1,5 sərf olunub. Və elə hidrogendən 0,5-i də artıq qalıb. Deməli, ümumilikdə 2 mol hidrogen var imiş, elə 0,5 də azot var imiş. Ümumi 2,5-in içərisində. İndi deyək ki, ilkin qaz qarışığında hidrogenin mol sayını tapın. Hidrogen oldu 2 mol ilkin qaz qarışığında. Keçdik növbəti 46-cı sualımıza. 46. Aha. Deməli, uyğunluğu deyil müəyyənləşdirin. Amonyakın sulfat turşusunun reaksiyasından NH4 2 dəfə SO4 2 mol amonyak olduğuna görə bu doğrudur. Burada deyək ki, həcm dəyişmir, duz əmələ gəlir. Məsələn, B variantını bura aid eləyə bilərəm. Həcmin dəyişməməsi, yəni 2 mol qazdır, 2 mol qaz. Həcm deyəndə qaza baxırıq. Məsələn, həcm dəyişmir, yəni A variantını bura aid yazıram. Azot həm oksidləşdirici, həm redoks edicidir. Bu NO2 olan reaksiyaya aiddir. C variantını bura yazıram. Oksidaşma reduksiya reaksiyası deyil ümumiyyətlə. Bu yuxarıdakı mübadiləyə, daha doğrusu birləşməyə aiddir. D variantını da bura yazıram. Əks öz-özünə oksidaşma reduksiyadır. Yəni əks öz-özünə o deməkdir ki, deməli müsbət, mənfi, məsələn gəlib 0-a. Bu şəkildə 2 fərqli oksidaşma dərəcəsindən 1 oksidaşma dərəcəsinə gəlir. Burada belə bir reaksiya yoxdur. Yəni düzünə var,
disproporsiya ikinci reaksiya, amma kommutasiya yoxdur. Ona görə Y variantının heç birinə ümumiyyətlə aid etməyəcək. Keçdik 47-ci sualda uyğunluğu deyil müəyyənləşdirin. Su ilə reaksiyadan alınan turşular nitrat, nitrit və hər ikisi. Hər ikisi təbii ki NO2-yə aiddir. D variantını yazıram bura. Nitrat N2O5, Y variantı. Nitrit isə N2O3, bu da C variantı. Bunlar zaten düz əmələ gətirən oksidlər deyirlər. Keçdik uyğunluğu müəyyənləşdirin. Deməli, azot oksidi XYZ-dir, bərk maye qaz, bərk olan N2O5-dir, maye olan N2O3-dür, adi şəraitdir təbii ki. Qaz olan isə digərləri. Ona görə bizə baxırıq ikinci şərtə, düz əmələ gətirmək qabiliyyəti. Təbii ki, N2O5-dən N2O3 əmələ gətirir. Ona görə də 1-ə uyğun olaraq bura Y variantı, N2O3-də C variantını aid edirik. Bunlar getdi, qalır 3 dənə. Bizə deyir ki, düz əmələ gətirmək qabiliyyəti olmasın. Olmasın deyirsə NO2-nin var. Yəni A ilə B-ni də aid edirəm bura. Həm qazdır, həm də düz əmələ gətirmir. Ona görə də 48-də də bu şəkildə uyğunlaşdırdıq. Keçdik 49-cu suala. Deyir, uyğunluğu müəyyənləşdirin. NO2, burada X maddəsi. NO2, N2O3 yoxsa N2O5. Deməli, natrium karbonatla reaksiyadan 2 cürə duz əmələ gətirir. Deməli, bu NO2-dir. A variantı bura aiddir. Yəqin ki, belə olur da uyğunlaşdırmamız. Sonra X su ilə reaksiyasına nitrit əmələ gətiribsə, B variantı nitritin anhidridinə aiddir. Sonra C-yə baxıram, amonyakla reaksiyasına NO əmələ gəlir. Burada belə bir qaz yoxdur. Bu heç birinə aid olmayacaq. Kalium hidroksidlə reaksiyasından kalium nitrat və su verirsə, deməli nitrat bu N2O5-ə aiddir. D variantını yazıram bura. Və oksigen su, nitrat turşusu əmələ gətirir. Bu da NO2-nin oksigenlə su ilə reaksiyasından HNO3-ün alınmasıdır. Y variantını yazdıq bura. A, Y, B və D olaraq da uyğunlaşdırmış olduq. Keçdik sonuncu sualımıza. 50-ci sual bu bölmə üzrə. Deməli, su ilə reaksiya məhsulları 2 müxtəlif turşu verir. Su ilə reaksiya məhsulu 2 müxtəlif turşu. Məsələn, xlorun su ilə reaksiyasına H-xlor, H-xloro əmələ gəlir. A variantını yazıram bura. A getdi. Sonra bir turşu əmələ gəlir. Nitrat turşusundan, daha doğrusu amonyakdan ümumiyyətlə turşu əmələ gəlmir, əsas əmələ gəlir NH4OH. Ona görə B-ni bura yaza bilərik. C variantında azot. Azot su ilə ümumiyyətlə reaksiya girmir. C-ni heç birinə götürməyəcəm. SO3 sülfat turşusu verir, bir turşu. D variantı getdi bura. Kalsiyum. Kalsiyum isə əsas verir. Yəni qələbə əmələ gətirir. Yenində yazıram bura. A, D, B, Y şəklində də uyğunlaşdırmış olduq.